Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kaspий liseyində Yaşıl Dəhliz adlı bir tədbirimiz keçirildi. Uşaqlar tərəfindən əl işləri təqdim edildi. Burada ağac əkmə ağaclar təqdim olundu ki, onlar tərəfindən bu həmin ağaclar necə əkilir, necə onlara qulluq edilir, onlar barədə danışıldı. Uşaqların rəsmi əsərləri sərgiləndi. Bugünkü tədbirdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.